Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Böyük Britaniyada aparılan araşdırma nəticəsində Sofia adı dünyanın ən gözəl səslənən adı müəyyən olunub. Xəbər verilir ki, dilçilərin fikrincə bu ad həm mənası, həm də fonetik ahəngi ilə digər adlardan fərqlənir. Belə ki, University of Birmingham alimləri tərəfindən aparılan araşdırmada müxtəlif dillərdə işlədilən adların tələffüzü və insanların onlara verdiyi emosional reaksiyalar analiz edilib. Araşdırmanın nəticəsinə görə Sofia adı yumşaq samitlərin və ahəngdar saitlərin uyğunluğu sayəsində qulağa ən xoş gələn ad kimi ən yüksək balı toplayıb. Dilçilər bildirirlər ki, adın axıcı və melodik səslənməsi insan beynində müsbət assosiasiyalar yaradır və bu xüsusiyyət onun müxtəlif mədəniyyətlərdə populyarlaşmasına səbəb olur. Hazırda adı müxtəlif ölkələrdə Sofia, Sofiye və Sofiya kimi variantlarda istifadə olunur. Buna baxmayaraq, adın fonetik cazibəsi və asan tələffüzü demək olar ki, bütün dillərdə qorunub saxlanılır. Qeyd olunur ki, ad qədim Yunan dilindəki Sofiya sözündən yaranıb və müdriklik mənasını verir. Tarix boyu bu ad qədim Yunanistandan başlayaraq Roma İmperiyası dövründə, daha sonra isə Slavyan ölkələri və Qərbi Avropada geniş yayılıb. Hal-hazırda dünyada yayılıb.